2-ci Qarabağ müharibəsi barədə danışaq. 2-ci Qarabağ müharibəsi 27 sentyabrdan başlamışdır və 44 günə bizim igidlərimiz qələbə çalmışdır. Qarabağda Azərbaycan bayrağını qaldırmışlar. Necə deyərlər, bir kere yüksələn bayraq bir daha enməz. 44 günlük 2-ci Vətən müharibəsi 2-ci Qarabağ savaşında iştirak edən, döyüşən, vuruşan, igidlik nümayiş etdirən, qəhrəmanlıq dastanını yazanlar arasında xaçmazda olan igidlərimiz də az deyil. Onlara borcluyuq, onları minnətdarıq zəfərimizə, qələbəmizə, əmin-amanlığımıza görə. Onların müqəddəs ruhu qarşısında baş eyirik, nur içində yatsınlar deyirik. Xaçmazlı şəhidlər sırasında Özbəkən sakinimiz olan Şəhid Heydərov İhtiram Şəhidin oğlu və Şəhməla Dövləvan Dilşoğlu da 2-ci Qarabağ Savaşında igidlik göstərərək şəhidlik müqamını ucalmışlar. Onlardan 55-i Vətən Qarabağ uğrunda döyüşlərdə canlarını keçərək qəhrəmancasına həlak olub şəhidlik zirvəsinə ucaldılar. Vətənimiz hər birimizin qüruru, fəxr, iftixar mənbəyidir. Onlar bizim baş tacımız, müqəddəs an yerimizdir. Zamanlı ruhənimizin yerlər bizlərlə olacaqlar. Elə bir tarix yazdılar, elə bir dastana döndülər ki, min illərlə, 100 min illərlə, 10 min illərlə, əsrlərlə unutulmayacaq, yazılacaq onların qəhrəmanlığından. Bəli, şəhidlər öz qanları, öz canları, öz igidlikləri, öz cəsədləri ilə vətənin bağına və azadlıq toxumunu səpdilər. Onlar vətəni vətən etdilər. Vətəni 32 ildən sonra öz azadlığına, öz torpaqlarına, Qarabağına qovuşdurdular. Onlar tarix yazdılar, onlar dastana çevirdilər. Qarabağ savaşı göstərdi ki, Azərbaycan doğrudan da qəhrəmanlar diyarı, igidlər və cəsurlar məskənidir. Xalqımızın igid oğulları, mərd qızları vətəni heç vaxt darda qoymamış və müqəddəs vətən torpağı uğrunda canlarından da keçmişlər. Bugün Azərbaycan gəncləri olaraq Çengil Mustafayev, Saad Nəsgərova,